Bugün çox maraqlı, çox əyləncəli, gülməkdən ürəyi getməli bir veriliş olacaq. Deməli, gülməli. Bununla belə daha nələr olacaq, sürprizlər olacaq. Qeyd edeyim ki, ekrana yaxın əyləşmək, elə belə əyləşmək deyil. İndəndən anons edirəm. Sentyabrın 21-də Heydər Əliyev adına sarayda ölümünə gülməli stand-up'ıyla qarşınızda çıxış edəcək sevimlimiz, stand-upçımız, humoristimiz, alpinistimiz Fəqan Məmmədov. Gözümde dünya təzədir. Mən çıxmışam gül seyrinə, gözümdə dünya təzədir. Gözəllərdə göz gözədir, gözlərim gəzir səni, gözlərim gəzir səni. Gözəllərdə göz gözədir, gözlərim gəzir səni, gözlərim gəzir səni. Mən asiman səndəniz, ayrılmışıq niyə biz? Mən asiman səndəniz, ayrılmışıq niyə biz? Yine özümdən xəbərsiz, gözlərim gəzir səni, gözlərim gəzir səni. Yine özümdən xəbərsiz, gözlərim gəzir səni, gözlərim gəzir səni. Gətirə duymamışam, məhəbbətin baldadam. Bircə gətirə duymamışam, məhəbbətin baldadam. Harda eşitsəm adını, gözlərim gəzir səni, gözlərim gəzir səni. Harda eşitsəm adını, gözlərim gəzir səni, gözlərim gəzir səni. Mən asiman səndəniz, ayrılmışıq niyə biz? Mən asiman səndəniz, ayrılmışıq niyə biz? Yine özümdən xəbərsiz, gözlərim gəzir səni, gözlərim gəzir səni. Yine özümdən xəbərsiz, gözlərim gəzir səni, gözlərim gəzir səni, gözlərim gəzir səni, gözlərim gəzir səni. Maşallah, cəmaatın da gözü səni gəzir buradakı. Fəqan nə vaxt gələcək, nə vaxt üzümüzü güldürəcək. Xoş gəlmişsən. Xoş gördük Lara xanım. Allah sizə can sağlığı versin. Bütün kollektinizi, bütün bizi izləyən tamaşaçılarımızı salamlayıram. Allah işlərinizi avan eləsin. Mənim üçün də xoşdur.
ürəyim asılsın belə şey. Elə bizim də ürəyimiz açılır. Vallahi. Lap istəyirsiniz, yaxından ürəyiniz açılsın. Sentyabrın 21-də Heydər Əliyev adına sarayda olacaq. Bizim Fəqanın stand-up konsertinin anonsuna baxın, biz Bəli. buradayıq. Mən həqiqətən bir söz deyim, bax tam səmiyyətimdən deyirəm. Öz biletlərin qiymətini elə təmizləyirlər. Hər kəsin cibinə uyğundur valla. Bəli, elə isə anonsumuz gəlsin. Gəlsin, gəlsin. Baxışa bax. Aktyor, şovmen, senarist, parodist, ifaçı Fəqan Məmmədov bir ilkə imza atdı. Xalqın sevimlisi olan Fəqan daha bir müjdəni verdi. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı. Fəqan Məmmədovun təqdimatında stand-up show gəlir. Fəqan sevənlərinə üzünü tutub çağırış elədi. Heydər Əliyev adına sarayda sizləri stand-up konsert proqramına dəvət edirəm və bütün izləyicilərimə, bütün tamaşaçılarıma səslənirəm. Vallahi qırğın olacaq, qırğın. Elə bir mövzular var ki, balayıb gülməkdən ağlayacaqsınız toba. Amma mən söz verirəm burada. Fəqan bəy, məni çağırmayasan, yeşil oğlansan, ləyəqin olsun. 21 sentyabr ölkəmizin bir nömrəli sarayı Heydər Əliyev sarayında gülüş bombardımanı stand-up show gəlir. Biletləri iTicket saytından əldə edə bilərsiniz. Tələsin, yerlər məhduddur. Bravo. Qiymətlər əlçatandır, münasibdir. Hər qiymətə orada bilet var, gedib əldə eləyib doyunca gülə bilərsiniz və mən adım kimi əminəm ki, milyonlarla baxış yığan Fəqan Məmmədovun stand-upları bundan sonra trilyonlar yığacaq. İnşallah. İnşallah. Hələ bu verilişdə nələr olacaq? Vay, qırğınlar. Nə söhbətlərimiz var və mən bu yerdə xüsusilə altını çizə-çizə qeyd eləmək istəyirəm ki, hər kəs bu saatca şikayətçidir. Salona gedirsən, hamı deyir, nəsə alver zəifdir. Hara gedirsən belə, nəsə zəifçilikdir. Yeganə zəifçilikdən şikayət eləməyən Fəqandır ki, deyər Namxudan maşallah toylar, elə olur günə 3 dənə toy düşür. İkisindən imtina edirəm, birinə gedirəm. Ona görə ki, oxumaq da mənlikdir, danışmaq da mənlikdir, gülmək də mənlikdir. Mən şəxsən Fəqanın idarə etdiyi toylarda olmuşam. Yəni, belə toy olmur da. Elə bir ki, başdan ayağa konsertdir. Dayı ilə bir zarafat, əmi ilə bir zarafat. Hamısı da çox xoşa gəlir. Yaxşı ki, varsa, insanların ürəyi açılır sən Toy nə gəlişinə. deməklər? Toy şənlik deməkdir. Təbii ki, hər bir valideynsə ki, toy yadda qalan bir toy olsun. Bəli. Onda da belə aparızlar var. Bəli. Hamı danış gülməlidir. Yeganə dözümsüzlüyü qaşqabaqlı gördüyü adamdır. İstəyir hamının üzü gülsün. Bundan gözəl nə var ki? Vallahi.